Aprelin 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Qafqaz İnfoya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 10-14 dərəcə isti, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civəstununda 757 mm civəstuna inəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% proqnozlaşdırılır. Azərbaycanın bəzi şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 17-22 dərəcə isti. Dağlarda gecə 2-7 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.